32 yaşı var. Dayan, elə bir 21-də dayanmışam, yaş getmir. Ömür gedir, ay Fırat. Amma gəlin real danışaq da, paxıl olmayalım. Özümüzə baxdıq, baxmadıq, qızdaram sözlərinə baxın. Mən 17-18 yaşında qızdan seçilirəm, yoxsa yox? Hə, yox. Amma Allahı görün başımızın üstündə danışın. Hə? 17 olmasın, olsun 22-23. Sizin çoxsa, yaxşı, olsun 22-23. Allaha and verirəm də, qurban olum. İndi əməliyyat eləyən hamı gözəl olmur ki, mən gedib sən də mən bağışda popa qoydurmamışam, sinə qoydurmamışam, sinəmi kiçiltmişəm, qarnım da 2 kilo qarnım var idi, bu 32 il ərzində onu götürmüşəm. Mən bədbaxt deyilmişəm, hər şey özümüzdür, and ola Allaha. Nağarmışam ki, sizə mən estetiksiz vaxt, mənə deyirsiniz, sən TikTok, o bu telefonda deyil də, çox təəssüflər olsun deyə. Peki, göstərməliyəm, hə, bu de buradadır. Baxın, bu mənim alın dolu Allaha. Burada biraz Məlik Məmməd oxşuyuram, xalit eləməz. Bu mənim qızlar. Elgizin verişinə çıxan gün kosmetologsuz, kosmetologa getməmiş halımdır da, yəni. Burnum özüdür, dodağım özüdür, qaşım özüdür, bir dənə dişlərim orada. O da öyle də. Yəni Allahla danışında özüdür, yoxsa yox. Effetdir. Dəvəz qədərdir. Sən 38 yaşında, səni görüm 38 yaşında gəlib çıxmayasan yalansa. Səni görüm 37-də öləsən, 38 yaşında bir gün qalmış qəbirsanlıqda keçirdəsən yalansa. Kim ki yalandan deyir, Allahın sidqirə tapşırmışam. Səni Allaha tapşırmışam yalansa. Sənin qabağına heç nə demirəm. O dudaqdan kalbədə lamiyanı sevən bir dənə oğlan var idi, manyak. Onun kimi oğlan çıxsın.